Hamını salamlayıram. Bugünkü dərsimiz də tapşırıqların yerinə yetirilməsi nəzərə alınıb. Tapşırıq 5 vərəqinə keçirik. Bugünkü tapşırığımız kifayət qədər sadədir. Oxuyuruq və yerinə yetiririk. Malın adı sütununda bu səhvliyi düzəldin. Malın adı sütununda paxlava fındığı, paxlava püstə ilə dəyişin. Yerinə yetirək. Türk paxlavası. Növbəti bənddə bizə deyilir ki, istehsal tarixi sütununda aprel ayını mart ayına dəyişin. Qiymət sütunu başlığının sətrinə pul vahidinin işarəsini dollar daxil edin. Növbəti bənddə deyilir ki, bütün sütunlar üçün sütun enini avtomatik təyin edin. Videonu layiklamağı, kanala abunə olmağı unutmayın. Sağ olun.